2025-ci ilin ilk 3 ayında Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 48 dönərxanada yoxlama aparıb, ciddi nöqsanlar aşkarlanıb. 80 nəfərin zəhərlənməsi təsdiqlənib, 17.600 manat cərimə tətbiq olunub. Agentliyin qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov Naxçıvan televiziyasına müsahibəsində bunları deyib. Son zamanlar əsasən də bayram günlərində Naxçıvan Muxtar Respublikasında dönərdən kütləvi zəhərlənmə halları baş verdi. Temperatur rejimi və digər qida təhlükəsizliyi sahəsində texniki normativ göstəricilərin tələbi pozulur. Bu həm əhalini, həm də dövlətin məsul qurumlarını çox narahat etdi. Sağlamlığımıza ciddi təhlükə yaradan və sanitar gigiyenik qaydalara əməl etməyən dönərxanaların fəaliyyəti məhdudlaşdırıldı. Xüsusən də bayram günlərində Muxtar Respublikada fəaliyyət göstərən 48 dönərxanada monitorinqlər aparıldı və monitorinqlər zamanı 12 dönərxanada çox ciddi nöqsanlar aşkarlanmışdır. Şübhəli məhsullar hesab edilən çiğ dönər, bişmiş dönər, ketçap və mayonezlər, soslar Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi İnstitutu müvafiq laboratoriyasına müayinələr üçün cəlb edilmişdir. Aparılan müayinələr nəticəsində məlum olmuşdur ki, çiğ dönərdə, eləcə də bişmiş dönərdə uyğunsuzluqlar mövcuddur və həmin uyğunsuzluqlar insan həyat və sağlamlığına təhlükə yaradır. Nəzarət tədbirləri zamanı, yoxlamalar zamanı qida zəhərlənməsi baş vermiş bir dönərxana var idi. Orada məhdudlaşdırıcı tədbirlər həyata keçirildi və nöqsanlar aradan qaldırdıqdan sonra həmin müəssisənin müraciəti əsasında yenidən baxış keçirildi və fəaliyyətinə icazə verildi. Digər dönərxanalarda isə buraxılmış nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilmişdi və nöqsanlara uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada faktla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib olunmuş, inzibati xətalar məcəlləsinə görə cərimələr tətbiq edilmiş və nöqsanların aradan qaldırılması üçün müvafiq vaxt verilmişdi və bu istiqamətdə agentlik tərəfindən nəzarət tədbirləri davam etdirilir. Mütəxəssis qeyd etdi ki, dönər, çiğ dönər emalı müəssisələrdə hazırlanır. Heç bir dönərxana dönər hazırlaya bilməz və bu qəti qadağandır. Çiğ dönər 18 dərəcə temperaturda saxlanılmalı və dönərxanalara soyuq zəncir prinsipinə əsasən çatdırılmalıdır. Dönər alınandan sonra 1 saat ərzində maksimum istifadə olunmalıdır. Bəzən zəhərlənmələr istehlakçıların öz belə deyək, bu sahəyə biraz səthi yanaşmasından da olur. Ola bilər ki, biz zəhərlənmələrin statistikasını aparanda, onun təhlilini aparanda görürük ki, dönər alınandan bir neçə saat sonra istehlak olunubdur və bu da qida zəhərlənməsini əlbəttə gətirib çıxarır. Cari ilin birinci rübü ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmaqla 20 planlı, 8 plandan kənar olmaqla ümumilikdə 28 yoxlama keçirilib. Monitorinqlər həm illik tərtib olunur və aylar üzrə monitorinqlər icra olunur, nəzarət tədbirləri icra olunur. Monitorinqlərin əsas məqsədi təhlillər aparmaqdır və növbəti illər üçün plan üzrə yoxlamaları həmin ciddi nöqsanlar aşkarlanmış müəssisələrə tətbiq etməkdən ibarətdir və eyni ilə də əgər sırf dönərxanadan danışırıqsa, dönərxanalarda monitorinqlərimiz növbəti aylarda da davam edəcək. Yəni bu tək Naxçıvan şəhərində deyil, Muxtar Respublikanın bütün qəsəbə, şəhər, rayon və kəndlərini əhatə edir. Bundan sonra daha sıx intensivliyinə nəzarət tədbirləri davam etdiriləcəkdir. Qeyd edək ki, yanvar-mart ayları ərzində aparılmış yoxlamalar çərçivəsində 26 iş üzrə ümumilikdə 17.650 manat məbləğində cərimə tətbiq edilib. Nəzarət tədbirləri nəticəsində yararlılıq müddəti bitmiş və istifadəyə yararsız 135 ədəd qida məhsulu agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib. 121 ticarət, 75 ictimai iaşə, 51 dönərxana, 16 ət satışı mağazası, 3 şadlıq evi, 55 aptek və 25 emal obyektində olmaqla ümumilikdə 346 müəssisədə həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı obliqat qrupuna daxil olan 567 işçidən 396 işçinin dövrü tibbi müayinədən keçmədiyi məlum olub. Qanunvericilikdə küçə ticarəti ilə bağlı müvafiq digər qurumlar nəzərdə tutulubdur və onlarla birgə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini həyata keçirə bilər. Bununla bağlı bizim aidiyyatı qurumlarla qarşılıqlı fəaliyyətimiz də mövcuddur. Lakin təəssüflər olsun ki, vətəndaşlar, satıcılar da
bu kimi məsələlərə diqqət etmirlər. Sanitar gigiyenik qaydaları gözləmədən, xüsusən də üzü isti yay aylarına doğru gedirik. Yüksək riskli məhsulların bu şəraitdə heç bir norma və qaydalara əməl edilmədən satılması qadağandır. Əlbəttə ki, bu sahədə bizim müvafiq tədbirlər həyata keçirilir və bundan sonra da keçiriləcəkdir. Həmçinin agentlik tərəfindən 15 məktəbə qədər və 14 ümumi təhsil müəssisəsi olmaqla ümumilikdə 29 təhsil müəssisəsinin bufet və yeməkxanasında monitorinqlər aparılıb. Monitorinqlər zamanı 65 nəfər işçidən 14 nəfərin dövrü tibbi müayinədən keçmədən işlədiyi məlum olub. Qida zəhərlənməsi ilə bağlı daxil olmuş 89 müraciətə əsasən agentliyin əməkdaşları tərəfindən araşdırma aparılaraq qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib, 80 nəfərin zəhərlənməsi təsdiq olunub. Qida Təhlükəsizliyi Agentliyinin apardığı yoxlamaların nəticələri bir daha istehlakçıları diqqətli olmağa səsləyir. Aldığınız qida məhsullarının keyfiyyətini